Choose the correct tense forms. Düzgün zaman formalarını seçin. What you while I out qeyd olunur cümləmizdə və burada while bağlayıcısına əsasən zaman uzlaşmasını düzgün təyin etməliyik. A variantında did, do keçmiş sadə, am isə indiki sadə zamanda uzlaşma uyğun deyil. B variantında will do və will be hər iki tərəf gələcək sadə zamandadır və biz bağlayıcının hər iki tərəfini gələcək sadə götürə bilmədiyimiz üçün doğru deyil. C variantında have done indiki bitmiş, was isə keçmiş sadə zamanda uzlaşmamız pozulmuşdur. D variantı were doing və was keçmiş davam edici və keçmiş sadə zaman uzlaşmasıdır ki, while-da bu zaman uzlaşması doğru götürülür. Mən kənarda, yəni çöldə olarkən sən nə edirdin? Düzgün cavabımız D variantıdır. Həm tərcümə, həm qrammatik cəhətdən doğrudur. Y variantında isə were doing keçmiş davam edici, will be isə gələcək sadə zamandır. Uzlaşma pozulduğu üçün artıq doğru cavab götürülə bilməz. Düzgün cavabımız D variantıdır.